Verilən genetik analizdən asılı olaraq dəyişən bir durumumuzdur. Məsələn, xromosom analizi var. Biz burada əkim analizi eləyirik və burada hüceyrələrimiz əkilir, çoxaldılır. Ondan sonra analiz verən pasientimizin xromosomlarına baxılır. Bu əkim analizi üçün bizə ortalama 20-25 gün kifayət edir. Bəzi durumlar olur ki, əgər hər şey yolunda gedərsə, biz hətta bunu 7-10 gün ərzində də cavabını verə bilirik. Amma bəzi durumlarımız olur ki, özəyindən tarama amaçlı verilən genetik testlərimiz, bunların cavabı 4-6, bəzən isə 6-8 həftəyə qədər uzana bilir. Hansı analizin verilməyindən asılı olaraq cavabın çıxma müddəti də ona uyğun dəyişir. Ümumi olaraq, yəni genel olaraq 8 həftənin üzərinə çox da keçmir. Yəni genetik analizlərin çıxması. Dediyim kimi ən qısa 1 həftə ərzində cavabı çıxa bilər. Təbii ki, bizim sürətli analizlərimiz var. QF analizi dediyimiz analizlər var ki, təcili durumlarda hamiləliyə qərarı ona uyğun veriləcəksə 1 günə 24 saat ərzində də çıxan analizlər var. Analizin fərqliyindən asılı olaraq çıxma müddəti də fərqli olaraq dəyişə bilir. Bir gündən 1 həftəyə, 1 aya qədər çıxan analizlərimiz var. 4-6, 6-8 həftəyə qədər çıxan analizlərimiz də var.